Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişi ilə biz yenidən efirdəyik. Sizinlə mən Şəbnəm Və mən Rəsul. yenə Asan könüllüləri və onların fəaliyyətindən danışacağıq. Amma əvvəlcə könüllü olmaq istəyənlərin diqqətinə bir məlumatı çatdırmaq istəyirik. 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-7444-ə zəng edərək isə layihə və ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamla addımlayacaqsınız əziz gənclər. Dəyərli izləyicilər, bugün Asan Könüllülərinin gerçəkləşdirdiyi bəzi layihələrdən danışacağıq və qonağımız Asan Könüllüləri Təşkilatının sədri Anar Musayevdir. Könüllü sən verilişinin daimi və doğma qonağı Anar bəy, xoş gəlmisiniz. Salamlayırıq sizi. Xoş gördük. Mən də sizi və bizi izləyən hər kəsi salamlayıram. Eyni zamanda fürsətdən istifadə edərək bu yaxınlarda proqramın Könüllü sən verilişinin bir yaşı tamam olub. Münasibətindən sizi və bütün yaradıcı heyəti təbrik etmək istəyirəm. Təşəkkür edirik. Rəsul, ötən verilişdə sən də yox idin. Sənin də təəssüratlarını öyrənmək istəyirəm. Könüllü sən verilişi bir yaşını qeyd edir və mən bu bir il ərzində bizi izləyən bütün tamaşaçılarımıza təşəkkür etmək istəyirəm. Bir il ərzində biz gənclərimizə faydalı olmağa və könüllülərimizin fəaliyyətini işıqlandırmağa çalışdıq. Mən qonaqlarımıza da təşəkkür edirəm. Hər bir qonaq, hər bir buraxılış bizim üçün çox dəyərli idi. Eyni zamanda həmkarım Şəbnəmə də təşəkkür edir və onu da təbrik edirəm. Çünki biz bu gözəl layihəni uğurlu şəkildə təqdim etməyi bacardıq və rejissorumuz başda olmaqla texniki heyətə, xüsusilə də Asan TV rəhbərliyinə təşəkkür etmək istəyirəm. Və düşünürəm ki, ən gözəl məqam da budur ki, biz bu yola hələ də davam edirik və yeni mövsümdə Könüllü sən efirdədir deməyə davam edəcəyik. Çox sağ olun. Gözəl fikirlərinə görə biz də sənə təşəkkür edirik, Rəsul. 4-cü yaşat düşərgəsi başlayıb və bildiyimiz kimi Asan könüllülərinin fəaliyyəti də çox işıqlandırılır. Nə düşünürsünüz bu barədə? Yaşat düşərgəsi bizim üçün çox doğma olan layihələrdən biridir və artıq 4-cü ildir ki, biz Yaşat Fondu ilə bərabər bu düşərgəni həyata keçirdirik və hər il bu layihəyə maraq olduqca artır və bu ildə 500-dən çox iştirakçının bu layihədə iştirak etməsi nəzərdə tutulur. Layihənin bu il proqramı çox zəngindir. Biz iştirakçılar üçün ekskursiyalar, əyləncə proqramları, konsert proqramları, öyrədici təlimlər və digər fəaliyyətlər təşkil etmişik. Eyni zamanda qeyd etmək istərdim ki, bu layihənin əsas məqsədi məhz 10 və 17 yaş aralığında olan şəhidlərimizin əmanətləri, övladlarının gözəl bir zaman keçirmələri, onların öyrənməsi və faydalı bir layihə həyata keçirmək üçün biz çalışırıq. Təbii ki, layihəni könüllərsiz təsəvvür etmək mümkün deyil və hər il olduğu kimi bu ildə layihənin həm hazırlıq prosesində, eyni zamanda da layihə müddətində Asan könüllüləri iştirak edir. Anar bəy, bu yaxınlarda süni intellektin gələcəyi, inkişafı üçün birlik və gənclərin baxışı mövzusunda gənclərin TDT simulyasiyası həyata keçirildi. İstəyərdim ki, layihənin məqsədi, iştirakçıları və əldə olunan nəticələr barədə sizdən eşidək. Qeyd etdiyiniz layihə Asan Könüllüləri Təşkilatı, Gənclər və İdman Nazirliyi və Türk Dövlətləri Təşkilatının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirildi. Bildiyimiz kimi Lənkəran şəhəri Türk dünyasının gənclər paytaxtıdır və biz bu çərçivədə müxtəlif beynəlxalq layihələr həyata keçirmişik, hansı ki, hər birində Türk dövlətlərini təmsil edən gənclər iştirak edirdi və bu cür layihələrdən biri də sizin qeyd etdiyiniz süni intellektin gələcəyi, inkişafı üçün birlik və gənclərin baxışı mövzusunda həyata keçirilən gənclərin TDT simulyasiyası idi. Layihənin əsas məqsədi gənclərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcək perspektivlərlə bağlı müzakirələrin aparılması və eyni zamanda da gənclərin innovativ yanaşması və ideyalarını ortaya qoymaları üçün onlara dəstək göstərmək və şərait yaratmaq idi. Düşünürəm ki, bu layihə bununla da kifayətlənmədi. Layihə eyni zamanda yeni imkanlar və yeni tərəfdaşlıqların imzalanması və yaradılması üçün də gözəl bir fürsət idi. Ümumilikdə Türk dövlətlərini təmsil edən 80-dən çox iştirakçı layihədə iştirak etdi və konfrans sonrası isə gənclərimiz üçün həm əyləncə proqramları, konsert proqramları, eyni zamanda da Abad Mərkəzinin tərəfdaşlığı ilə ustad dərsləri təşkil olundu. Çox sağ olun. Asan könüllülərinin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı beynəlxalq və yerli layihələr haqqında danışardınız.
Asan Könüllər Təşkilatı olaraq bizim əsas prioritet istiqamətlərimizdən biri də məhz beynəlxalq sahədir və biz yalnız gənclərin şəxsi inkişafına, onların ideyalarının reallaşmasına dəstək olmuruq. Bununla yanaşı Azərbaycan gəncliyini, asan könüllərini çalışırıq ki, beynəlxalq arenada düzgün və yüksək bir şəkildə təmsil eləyək və bu istiqamətlərdə biz son illərdə daha aktiv olmağa və daha çox fəaliyyətlərin təşkil olunmasına xüsusi diqqət edirik və son illərdə biz digər ölkələri təmsil edən aparıcı gənclər təşkilatları ilə artıq anlaşma memorandumları imzalamışıq. Hansı ki, bu memorandumlara əsasən biz artıq ilkin layihələri icra etmişik və yaxın gələcək üçün də layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Anar bəy, könüllülük fəaliyyətinin regionlarda daha da inkişaf etməsi üçün, daha geniş miqyasda yayılması üçün hansı təşəbbüslər və ya layihələr həyata keçirilir? Bu bizim üçün də çox aktual olan bir mövzudur. Çünki nəzərə alsaq ki, gənclər üçün təşkil olunan layihələrin böyük əksəriyyəti paytaxtda həyata keçirilir və biz çalışırıq ki, layihələrimizin böyük əksəriyyətini məhz regionlarda həyata keçirək və bu məqsədlə də biz daimi olaraq region gəncləri ilə müzakirələr aparırıq, onların təklifləri, görmək istədikləri layihələr və bu yaxınlarda da artıq məhz region gənclərinin şəxsi inkişafına istiqamətlənmiş layihələrlə bağlı biz səhifəmizdə paylaşım etmişik. Gənclərimiz çox rahatlıqla həmin layihələrə müraciət eləyə bilər. Təbii ki, bizə ən çox müraciət olunan suallardan biri də layihələrdə yalnız asan könüllülərə müraciət eləyə bilər və iştirak eləyə bilər. Elə fürsətdən istifadə edərək demək istərdim ki, regionda yaşayan və asan könüllüsü olmayan digər gənclərimiz də rahatlıqla layihəmizə müraciət edə bilər. Bizi izləyən gənclər və könüllü olmaq istəyən gənclər üçün soruşuram. Asan könüllülərinin hansı yeni layihələri nəzərdə tutulur ki, hansı ki bütün gənclər müraciət edə bilər? Asan Könüllər Təşkilatı ümumiyyətlə yarandığı ilk gündən etibarən müxtəlif istiqamətlərdə layihələr həyata keçirir və biz bu günə kimi 850-dən çox yerli və beynəlxalq istiqamətdə layihələr həyata keçirmişik. Bu sosial layihələrdə, ekoloji istiqamətdə, gənclərin şəxsi inkişafına dəstək olacaq beynəlxalq layihələr və digər layihələr. Yaxın müddət üçün biz asan peşə, videoqrafiya və fotoqrafiya istiqamətində kursların təşkil olunmasını nəzərdə tutmuşuq. Hansı ki, bu istiqamətdə marağı olan, bu ixtisasda təhsil alan gənclərin inkişafına dəstək olmaq üçün və ölkədə bu sahədə peşəkar mütəxəssislər tərəfindən təlimlərin, kursların təşkil olunması nəzərdə tutulub. Layihədə ümumilikdə 100 iştirakçının nəzərdə tutulur, hansı ki, hər sahə üzrə 50 nəfər və sonda gələcəkdə öz fəaliyyətlərini peşəkar bir formada davam etdirmələri üçün gənclərin avadanlıqlarla təmin olunması və digər dəstəklərin göstərilməsi nəzərdə tutulub. Digər layihə isə Könüllər Yurdu layihəsidir, hansı ki, az öncə də qeyd etdiyimiz kimi region gənclərinin şəxsi inkişafına dəstək olacaq layihələrdə mədəniyyət sahəsində bizim bir sıra tamaşalarımız və digər konsert proqramlarımız nəzərdə tutulub. Eyni zamanda da beynəlxalq istiqamətdə layihələrin keçirilməsi nəzərdə tutulub. Bəli, çox gözəl və faydalı layihələrdə əminəm ki, müraciət də çox olacaq. Sonda asan könüllülərinə və ya bu yolda addımlayan gənclərə nə kimi tövsiyələr vermək istəyərdiniz? Təbii ki, öz fəaliyyətinə könüllü olaraq başlayan biri kimi demək istəyərəm ki, bu hər bir gənc üçün, hər bir gəncin kadr kimi formalaşması üçün çox gözəl bir təcrübədir. Çünki bu bir reallıqdır ki, hər bir iş yerində gənclər müraciət edəndə iş təcrübəsi belə deyək tələb olunur və gənclərimiz də öz ixtisaslarına və maraq dairələrinə uyğun olaraq hal-hazırda 30-dan çox könüllü təşkilatda fəaliyyət göstərir ölkəmizdə. Eyni zamanda aktiv bir şəkildə fəaliyyət göstərən gənclər təşkilatları var ki, gənclər ora müraciət edərək ilkin belə deyək təcrübəni əldə edə bilərlər və könüllü olan gənclər üçün isə deyə bilərəm ki, maksimum dərəcədə öz təkliflərini, ideyalarını irəli sürməklərinə və aktiv olmaqlarını tövsiyə edirəm. Çünki biz təşkilat olaraq yalnız layihələr həyata keçirmirik, eyni zamanda da gənclər tərəfindən gələn təkliflərin və layihələrin reallaşmasında onlara dəstək göstəririk. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz, suallarımızı cavablandırdığınız üçün. Mən təşəkkür edirəm. Sizə işlərinizdə uğurlar arzulayırıq. Mən təşəkkür edirəm və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bax belə hörmətli izləyicilər, qonağımız Asan Könüllülər Təşkilatının sədri Anar Musayev idi. Biz Asan Könüllülərinin həyata keçirdiyi layihələrdən danışdıq. Hörmətli Asan TV izləyiciləri, mövsümün son könüllüsən verilişinin sonuna gəldik. Bu mövsüm verilişin ərsəyə gəlməsi üçün bizimlə bərabər olan efir arxası komandamıza və təbii ki, qonaqlarımıza təşəkkür edirik. Yeni mövsümdə yenilənmiş könüllüsən verilişində görüşmək ümidi ilə sağollaşırıq. Hələlik!